Birinci düşüb qaynanama dedim ki, neyniyək, sənin bu oğlumu necə yola gətirək? Dedi ki, icazə vermir, mən qorxuram deməyə. Yoldaşımdan evdə hər kəs çəkinirdi. Dedi ki, mən qorxuram deməyə. Dedim ki, mən deyərəm, nəysə, dedi, əlbəttə ki, icazə vermədi. Yalvardım, yaxardım, hətta bu çox ciddi bir problemlərə də çevrildi. Mən ona dedim ki, bircə şans ver mənə, mən gedim bu imtahanda iştirak edeyim. Onsuz da mən hazırlaşmamışam, onsuz da kitab üzə açmamışam, bəlkə heç qəbul olmayacam. Dedi, yaxşı, mən imtahana getməyə icazə verirəm, onsuz da qəbul olsan da işləməyəcəksən, belədir ki, onsuz da qəbul olmayacaqsan. Mən Nağıyeva Şəfəq, MM Akademiya Tədris Mərkəzinin qurucusuyam. Mən hələ şagird vaxtlarında məktəbdə elə də çox yaxşı oxuyan şagird deyildim. Yəni, pis də oxumurdum, amma yəni, belə deyək də, ideal biliyə malik şagird deyildim. Təxminən 6-7-ci siniflərdə mənim musiqiyə böyük həvəsim yarandı. Daha doğrusu əvvəldən də var idi, sadəcə biraz evdə atamın etirazı var idi buna. Ona görə də mən musiqiyə getmirdim. Lakin mənim atam işinlə əlaqədar tez-tez ölkə xaricində olurdu. Bir dəfə də atam ölkə xaricində olanda dayım bizə qonaq gəldi. Dayım da musiqi məktəbində müdür müavini vəzifəsində çalışırdı. Mən ağlayaraq dayıma müraciət elədim. Atam məni musiqiyə getməyə qoymur, amma bu mənim çox böyük arzumdur, məni musiqiyə qoy dedim. Dayım, Allah rəhmət eləsin, indi həyatda yoxdur. Mənim anamı çağırdı, dedi ki, axı mən bu uşağın gözünün yaşlarına dözə bilmirəm, necə eləyək? Anam da dedi ki, atası icazə vermir. Dedi, əgər atası gəlib icazə verməsə, biz onu musiqidən çıxararıq, problem yoxdur. Elə oldu ki, dayım mənə piano dərslərinə yazdırdı və piano dərslərinə gedəndən sonra artıq orta məktəbdə əvvəllər biraz çox çalışırdımsa, çalışmağım bir qədər azaldı. Çünki mən artıq arzuladığım yerdə idim, mən musiqi məktəbinə gedirdim. Üstəlik də mənə çox yaxşı bir müəllim təyin olmuşdu. Çox gənc idi, həddindən artıq, çox sevgi göstərirdi. Əlbəttə ki, uşaqda sevgiyə meyillənən olur və mən artıq qərar vermişdim ki, mən musiqiçi olacağam, öz piano müəllimim kimi musiqiçi olacağam. Hətta cızma qara əsərlər də yazırdım, bəstələyirdim. Özüm bütün günü piano qarşısında onu ifa eləyirdim və fikirləşirdim ki, mən böyüyəcəm, bəstəkar olacağam, arzum buydu. Və əlbəttə ki, bu mənim dərslərimə də təsirsiz ötüşmədi, təsir göstərdi və mən bir qədər dərslərimdən, orta məktəb dərslərimdən yayındım. Mənim orta məktəbdə müəllimim tez-tez məni danlayırdı, anama şikayət eləyirdi. Bir gündə mənə çox pis, kəskin şəkildə danladı. Hətta mənə kəskin formada